Daxili qoşunlarda xidmət etmək istəyən kursantların nəzərinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Hərbi İnstitutuna 2025-26-cı tədris ili üçün tələbə qəbulu qaydaları. İlk öncə belə deyim, boy 1.65 santimdən az olmalı deyil. 3-cü qrup ixtisası üzrə imtahanlar veriləcək, amma ilk öncə idman imtahanından keçirilməlidir. Orada müəyyən normativlər verməlidir. Ondan sonra deməli, 3-cü ixtisas qrupu fənləri üzrə Azərbaycan və Rus dilində keçiriləcək. Təhsil müddəti 4 ildir. Sənədlərin qəbulu deməli, aprel ayının 20-sinədək bazar və bayram günləri istisna olmaqla hər gün saat 10:00-dan 17:00-a dək həyata keçiriləcək. Məlumat üçün əlaqə telefon nömrələri də var. Belə. Daxili qoşunlarda oxumaq istəyən, kursant olmaq istəyən şagirdlər müraciət edə bilərlər.